Salam əziz şagirdlər, əziz balalar. Deməli, bugünkü dərsimiz 2 dəşənli xəttənlik və onun qrafiki. Deməli, verilmiş A, B və C ədədləri üçün AX üstəgəl BY bərabər C şəklində olan tənliyə 2 dəşənli xəttənlik deyilir. X və Y dəyişənlərdir. Məsələn, 2x çıxı 3y bərabər 5-də. Bir də bunları yazmadım. Baxın, X-in yanındakı ədəd A-dır, Y-in yanındakı ədəd B-dir, C isə bərabərdən sonraki ədəddir. Baxın, X-in yanındakı ədəd A neçədir? 2-dir. Y-in yanındakı -3-dür. Demək, B bərabər -3-dür. 5-dəki C-dir. Bu cür tənlik 2 dəyişənli xəttənlikdir. Dəyişənləri 2 dəyişənli xəttənliyi doğru bərabərliyə çevrilən cütünə həmin tənliyin kökü deyilir. Bunları çalışmalarda, məsələn, başlayaq yerinə yetirək. Xassələri də baxaq. Deməli, həllər çoxluğu eyni olan tənliklərə eyni güclü tənlik deyilir. Yəni, nə deməkdir? Məsələn, 2 dənə tənlik verilir. Hər ikisini həll edirik. Cavab əgər eynidirsə buna deyilir nə? Eyni güclü tənlik. Və ya hər ikisinin həlləri çoxluğu ola bilsin, bir tənliyin bir həlli olmur. 2 dəyişənli tənliyin sonsuz sayda kökü olur. Belə deyək. Bu 2 dəyişənli tənliyin sonsuz sayda kökü olur. Köklər cüt olur belə. Ona indi çalışma üzərində baxacağıq. Məsələn, ekran dondu. Məsələn, 5x 2y bərabər 8. Yazı desəm biraz yaxşı görünmədi. Bir dəqiqə. Demək, tənlikdə bərabərliyin hər iki tərəfinə eyni bir ədədə əlavə etdikdə və ya çıxdıqda eyni güclü tənlik alınır. Tənlikdə bərabərliyin hər iki tərəfini sıfırdan fərqli eyni ədədə vurduqda və ya böldükdə onunla eyni güclü tənlik alınır. Baxaq bu tənliyə birinci. Bizə deyir, y dəyişən x ilə ifadə edin. Ödək. Burada nə deyir? Bərabərliyin hər iki tərəfindən 5x çıxaq deyir. Deməli, 5x çıx 2y bərabər 8, düzdürmü? Burada yazır çıx 5x. Buradan yazır çıx 5x. Burada yazır çıx 5x. Hər iki tərəfdən 5x çıxır. 5x ilə 5x gedir. Mənfi 2y bərabər. Demək, bir dəqiqə qoyaq qırağa. Belə bizim üçün daha rahat olar. Deməli, 2y bərabər olur nə? 8 çıx 5x. İndi hər tərəfi 2-yə bölək. Bunu da bölürəm 2-yə, bunu da bölürəm 2-yə, bunu da bölürəm 2-yə. 2 ilə 2 getdi qaldı. Daha doğrusu, mənfi olduğundan mənfi 2-yə bölək hər tərəfi. Mənfi 2-yə bölək. Mənfilər getdi. Burada qaldı müsbət y. 8-i mənfi 2-yə böldüm, elədim mənfi 4. Mənfi 5-i mənfi 2-yə böldüm, oldu müsbət 2,5. Deməli, y bərabər 2,5, x çıx 4. Vəssalam. Və yaxud hər tərəfdən 5 çıxmağa ehtiyac yox idi. Buradan məsələn 2y nəyə bərabərdir? Mənfi 2y bərabər. 5x-i keçirdirəm digər tərəfə. Olur 8 çıx 5x. Ondan sonra hər tərəf mənfi 2-yə bölürəm. Bunu bölürəm mənfi 2-yə, bunu bölürəm mənfi 2-yə, bunu bölürəm mənfi 2-yə. Gəlib cavab bağlaram. Məsələn, bu oldu nə? Y-in x-la ifadəsi. İndi məsələn, bu nömrə 1 idi. Misal 1. Nümunə 1. Baxın bura. Buradakı 1-2 deyil ha bu. Diqqət edin. Buradakı misal 1, misal 2. İndi bu misal 2-ni yazıram. Bizə deyir, x dəyişənini y ilə ifadə edin. X y ilə ifadə edin. 5x çıx 2y bərabər 8-dir, düzdür? Buradan 5x bərabər 2y keçirdirəm digər tərəfə, olur 8 üstəgəl 2y. İndi hər tərəf bölək 5-ə. Olur x bərabər. Baxın bura. Bunu da bölürəm 5-ə. Bunu da bölürəm 5-ə. Bunu da bölürəm 5-ə. 5 ilə 5 getdi. Niyə 5-ə bölürəm hər tərəfi? Çünki x-i gərək tək saxlayam da burada. 8-i bölürəm 5-ə 1,6. 2-ni də bölürəm 5-ə 0,4 y. X bərabər 0,4 y üstəgəl 1,6. Burada nə elədik? X-i y ilə ifadə etdik. İndi misal nömrə 3-ə baxaq. Bunun üçüncüsünə. 5x çıx 2y bərabər 8 tənliyinin kökü hansı ədədlər cütüdür? Baxın bura. Burada biz dedik ki, bu tənliyin kökü hansı ədədlər cütüdür? İndi burada üsulla yazıb, biz rahat üsuldan həll edək. Niyə uzun uzadı yazırıq? Baxın bura. Və yazıram bunu. Xətti funksiya kimi olur da bu.
Y bərabər 2 tam onda 5 x çıx 4. Bunu yazdıq elə bir bu şəkildə, düzdürmü? Bayaq yazmışdıq. Diqqət edin bura. X, y. X-ə verirəm məsələn 0, hə? Y bərabər 2 tam onda 5 vur x, yəni vur 0 çıx 4. Bunu 0'a vuranda 0 edir, 0'dan da 4 çıxıram, mənfi 4. Məsələn, x-ə verirəm 1. Y bərabər 2 tam onda 5 vur 1 çıx 4. 2 tam onda 5'i 1'ə vuranda 2 onda 5. 2 onda 5'in 4 çıxanda mənfi 1 tam onda 5. Və s. Belə baxıram ki, sonsuz sayda köklər cütü var. Yəni bu tənliyin kökləri cütü x, y-dir. X, y, həm x, yəni yazanda təkcə x olmur. X verir. Bir kökü məsələn oldu tutalım 0 mənfi 4. Bir kökü oldu 1 mənfi 1 tam onda 5. Son sayda bu cür kökü olar. Demək belə. İndi keçək nəyə? Bunun nəyinə? Xassələrinə. Görək bizim üçün nə var? Hansı? Sürprizlər var. Ax üstəgəl y bərabər c-də birinci a bərabər 0 olarsa tənlik hansı şəkilə düşər? Bax birinci. Ax üstəgəl y bərabər c-də a bərabər 0. A-nın yerinə 0 yazsam 0 vur x üstəgəl y bərabər c. 0 vur x olsa 0'dır. Buradan alınır y bərabər c, y bərabər c bölünsün b. Və ya tənlik bu şəkilə düşdü də. Və yaxud bu şəkildə yazarıq. Bizə deyir b bərabər 3, c bərabər 6 qəbul edib, y-i təyin edib qrafiki qurun. B bərabər 3, c bərabər 6. Qeyd edək. Y bərabər oldu nəyə? C-nin yerinə 6 yazıram, B-nin yerinə 3 yazıram. 2. Y bərabər 2. Qrafiki quraq. Y-in 1, 2 qiymətini götürürəm. 2 qiymətindən absisiyona yaxşı alınmadı. Bu oldu y bərabər 2'nin qrafiki. Bu dəfə bizə deyir b bərabər 0. Bir dəqiqə. B bərabər 0 olsa hansı şəkilə düşər? Ax üstəgəl by bərabər c-də b bərabər 0. B-nin yerinə 0 yazsam olur 0 vur y. Ax yerində qaldı. Ax üstəgəl bu 0'dır. Ax bərabər c. X bərabər c bölünsün a. A bərabər mənfi 2, c bərabər 4. C bərabər 4. X bərabər nə? 4 böl mənfi 2. Mənfi 2'ni yazıram a-nın yerinə. 4'ü yazıram c-nin yerinə. X bərabər mənfi 2'nin qrafikini quraq. X'in mənfi 2 qiymətini tapıram. 1, 2. Buyur. X bərabər mənfi 2'nin qrafiki oldu. Vəssalam. Baxaq indi nəyə? Tutalım üçüncüsünə. A bərabər 0, B bərabər 0 olsa, elə üçüncü A 0, B 0, 0 və x üstəgəl 0 və y bərabər c. Bunlar 0 bərabər c olar. 0 bərabər c bərabəri nə vaxt doğru olar? C bərabər 0 olanda düzgün olar. Başqa vaxt düzgün olmaz. Məsələn 0 bərabər 5 bərabəri nə deməkdir? Bu boş çoxluq. 0 5'ə bərabər ola bilməz. O zaman bu tənliyin həlli boş çoxluq olar. Demək belə. Ax üstəgəl by bərabər c-də y-i x ilə ifadə edin və bunlar olduqda xətti funksiyası hansı şəkildə düşər? Ax üstəgəl by bərabər c. A bərabər 2. B bərabər 1. Bir dəqiqə. Desən görünmürdü. Dördüncünü yazıram. Y-i x ilə ifadə edin. C bərabər 3. Əvvəl y-i x ilə bir dənə ifadə edək. Buradan by bərabər ax keçirib digər tərəfə olur mənfi ax. Üstəgəl c. Y bərabər hər tərəf bölürəm b-yə. Mənfi a böl b. X üstəgəl c. C böl b çalışdım. A2.
Bunun yerine yazıram 2. Bunun yerine yazıram 1. 2 böl 1. 2'ni 1'e bölündə 2 eləyir. Mənfi 2. Mənfi 2x. C'ni bölürəm B'ye. C 3. B 1. 3'ü 1'e bölürəm eləyir 3. İndi bunun qrafikini quraq. X, Y. X'e 0 verirəm. 2 vur 0 üstə gəl 3. Eləyir 3. Məsələn, X'e verək. 1 verirəm. 1, 2 verək. Biraz aralı. Üzürü sən bu mənfi 2'dir. Fikir vermədim ona. Mənfi 2 vurulsun X. Yəni 2. Üstə gəlir mənfi 1. Grafik quraq. 0 verəndə 3. 1, 2, 3. 2 verəndə mənfi 1. 2 verəndə mənfi 1. Düşdü bura. Bu 2 dənə nöqtədən düz xət keçirdim. Bu da oldu bunun qrafiki. Demək belə. Baxın, deməli, koordinat müstəvisində koordinatları bu tənliyin kökü olan nöqtələr çoxluğunu əmələ gətirir. Düz xəttdə bu tənliyin qrafiki deyilir. Bayaq öyle bu tənliyi qurduq, düzdürmü? Baxın bura. Bu tənliyin köklər cüzdür bunlar. Üstəlinə ədəd verə bilərik. Məsələn, 5 verə bilərəm, 6 verə bilərəm. Bu tənliyi, burada alınan ədədlər ki, yoxdur. Bu qrafik əmələ gətirir. Yəni, bunun qrafiki. Bunun grafikdə, yəni bayaq bu ifadənin nədir? Qrafik. Hər dəfə rəqəmlərə uyğun qrafiklər dəyişir. Demək belə, A və B əmsallarının heç olmasa biri sıfırdan fərqli olsa, qrafiki düz xətdir. O yox, burada artıq qrafik onsuz da düz xətdir. Bu niyə belə verib? Qrafik yox, burada bunu artıq düz verməyib. A əmsallar bir dəqiqə. Bir de dikkat edeyim. A ve B əmsallarının heç olmasa biri 1 sıfırdan fərqlidirsə, qrafik düz xətdir. Demək belə, yox, düz verib. Elə ki, yorğunluqdan elə başa düşdüm, elə fikirləşdim ki, üzrü beynim yorulub. Yəni heç olmasa biri sıfırdırsa, o cür fikirləşdim, beynimdən getdi. Yorğunluqdandır. Deməli, bunun qrafiki onsuz da düz xətdir, düzdürmü? Amma hər ikisi 0 olsa, bayaq necə var, burada yoxlamadıq. A bərabər 0, B bərabər 0, onun artıq bunun qrafiki düz xətdə olmur. Məsələn, düzgün olmayan bərabərlik elə bir ki, alınır. X, Y yoxdur, axı, sadəcə C qalır. Almaz. Deməli, A bərabər B bərabər 0 olsa, C fərqlidir 0 olsa, tənliyin kökü olmaz. Bayaq biz onu nə? Burada yoxladıq ki, həqiqətən də nə? Tənliyin kökü olmadı. 0 bərabər C. Əgər C 0'a bərabər olsa, o zaman hə, tənliyin kökü olacaq. Baxın, orada demişdik ki, kökü boş çoxluqdur. İndi burada hər üçü 0 olarsa, istənilən nöqtəsinin koordinatları tənliyin kökü olduğuna görə onun kökü bütün ədədlər çoxluğudur. Onu burada qeyd etdik. Baxın, A0, B0. C de 0 olanda olur ne? Bunun grafik olur. Belə deyək də, istənilən ədədlər olur. Amma C 0'dan fərqli olsa, məsələn 5 olsa, məsələn 0 bərabər 5 ola bilmir axı. O zaman bu tənliyin kökü olurdu boş çoxluq. Keçək indi bura. AX üstə gəlib B, Y bərabər C tənlili X və Y dəyişənlərini M və N ilə əvəz edin, hansı tənliyi alarsınız? Baxaq. Nömrə 1. X və Y M və N ilə yazaq. X'in yerinə M yazarım, Y'nin yerinə N. A vur M üstə gəl B vur M bərabər C. Bu tənliyi aldıq. Almış tənlik iki dəyişənli xətti tənlik olurmu? Bəli, olur. Belə deyək də. Amma bunlar burada dəyişən götürülərsə olur. Bu belə. Sonra dəyişənin digər hərflərə işarə edilməsi məna kəsb edirmi? Əsas odur ki, belə deyək, tənliyin həlli yol düz getsin. Bunu fikrimizdə X, Y kimi götürürük. Və salam, tənliyi həll edirik. Bu tardı getdi. Keçək ikinciyə. Verilmiş tənliklə iki dəyişənin xətti tənlikdirmi? Baxın, o bu şəkildə olmalıdır. Bu bəli. Bunlara şifayə edirəm. Kvadrat varsa xeyir, yazacaqsınız xeyir.
Bəli, xeyr yazın. Bu x. Bu bəli. Bu xeyr. X var y. X var y olmaz. Bu bəli. A elə bir ki x-in yerindədir. B-də baxın. Elə bir ki A üstə gəl 8 B bərabər 0 olsun. Düzdür? Elə bir ki x üstə gəl 8 y bərabər 0 şəklindədir. Sonra bu xeyr kub var getdi işinə. Demək belə. Sonra bu bəli. Elə bir x çıx y-dir. Bu bəli. Bu bəli. Bu bəli. Bu da kvadrat var. Yox. Bu artıq hə. Elə bir ki 2 dəyişənli xəttənlik deyil. Yox. Burada bir dənə dəyişən var. Bu olmayacaq. Demək belə. Cədvəldən seçdiyiniz 2 dəyişənli xəttənliklərdə A, B və C əmsallarını göstərin. Baxın 3x çıx y bərabər 11. Elə bir ki 3x çıx 1y-dir. A bərabər 3-dür. B bərabər mənfi 1-dir. C bərabər 11-dir. Məsələn, baxaq burada. 12x. Bir dəqiqə. Burada bizə yer lazımdır. Baxaq bunlara. A'nın B'ni C'ni təyin edək. A 12, B 6, C 19. Burada bunu x, y kimi fikirləşin. X'in yanındakı ədəd bu 1, bu A olacaq. B olacaq 8, C olacaq 0. Bu da yenə x, y kimi. 1 vurayım, 1 vurayım. A x'in yanındakı yəni. X'in yanındakı B, y'in yanındakı C tək qalan. A oldu 1, B oldu mənfi 1, C oldu 9. Burada 1 vur esti. A 1, B 3, C mənfi 92. Burada A 0,6, B mənfi 2,4, C mənfi 3. Burada A 3, B 10, C 2. Burada bu yox. 2 dəyişənli xətti tənlik deyil. A və B və C əmsallarını nədik? Göstərdik. İndi baxaq başqasına. Burada bizə deyir ki, bunlardan hansının cütü bu və ya məsələn bu tənliyin köküdür. Onu necə tapacağıq? Baxaq bura. Gəlin belə eləyək. Cədvəli bir dənə x, y bu şəkildə yazaq. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 1, 0, 4, 5. Burada 0, 3, 4, mənfi 3, mənfi 5, mənfi 3. Ya bir dəqiqə. 0 da mənfi 5'dir. Qarışmasın. 4'də mənfi 3'dür. 5'də 0'dır. Demək baxaq A bəndinə. 2x üstə gəl y bərabər mənfi 5. X'in yerinə yazıram mənfi 5, y'in yerinə yazıram 0. 2 vur mənfi 5. Üstə gəl y 0. Görün isə 2'nin mənfi 5'e vurdu mənfi 10. Üstə gəl 0, elə mənfi 10 eləyəcək. Bu yox. Sonra mənfi 4'dən 3'ü götürək. X, y. 2 vur mənfi 4 üstə gəl 3. Mənfi 8 üstə gəl 3 bərabər mənfi 5. Bəli, ödədi. Deməli, bunu yazdıq. Mənfi 4 3. Sonra baxaq bura. Mənfi 3 4. 2 vur mənfi 3 üstə gəl 4. Mənfi 6 üstə gəl 4 mənfi 2. Olmadı. Bu da olmamışdı. Bu düz gəldi. Sonra mənfi 1 mənfi 3. 2 vur mənfi 1 çıx 3. Eləyir mənfi 2 çıx 3 bərabər mənfi 5. Bu da ödədi. Mənfi 1 mənfi 3. Ödəyənləri qeyd edib yazıram bura. Sonra 0 verəndə 5. Düzdürmü? 2'ni vururam 0'a. Üzərinə gəlirəm mənfi 5'i. Eləyir 0 çıx 5 mənfi 5. Bəli, bu da ödədi. Demək 0 mənfi 5.
Sonra 2'ni vururam 4 x-a. 2'ni vururam 4'ə, üstünə gəlirəm mənfi 3'ü. 8 çıx 3, 5. Bu xeyir. Dəftərdə qaralamayın. Bəli olanlara bəli yazarıq. Burada 5 verəndə 0. 2 vur 5 üstə gəl 0. 10. Xeyir, mənfi 5 eləmədi. Xeyir. Deməli, A bəndə cavab nə oldu? Mənfi 4, 3. Mənfi 1, mənfi 3. 0, 5. Vəssalam, bitdi. İndi bunun ikincisini, B bəndini, məsələn, başqa üsulla. Bunu başqa necə yaza bilərdik? Məsələn, yazardım y bərabərdir yazardım. Mənfi 5 çıx 2x. X-a bu qiymətləri verib y-i tapmaqla da edə bilərdik. Amma indi bu formada yerinə qoyduq. İndi baxaq bunun B bəndinə. Yenə. Bu dəfə cədvələ elə olduğu kimi çəkək geçsin. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 1, 0, 4, 5. 0, 3, 4, mənfi 3, mənfi 5, mənfi 3, 0. Demək, x üstə gəl 3y bərabər mənfi 5. X-a mənfi 5 veririm, y-ə 0 verirəm. Mənfi 5 üstə gəl 3 vur 0. Mənfi 5. Bu oldu nə? Bəli. Deməli, mənfi 5, 0. Bu ödədir. Sonra x-a mənfi 4 verirəm, y-ə 3. Mənfi 4 üstə gəl 3 vur 3. Mənfi 4 üstə gəl 9. 5. Bu alınmadı. Xeyr. X-a mənfi 3 verək, y-ə 4. Bir dəqiqə. Düzəldim. Demək, x-a mənfi 3, y-ə 4. Mənfi 3. Üstə gəl, y-ə 4. 3 vur 4. Mənfi 3 üstə gəl 12. Xeyr. Deməli, mənfi 1, mənfi 3. X-a verirəm mənfi 1. Üstə gəl 3 vur mənfi 3. Bu elədi mənfi 10. Xeyr. Elə buna deyək, xeyr getdi. Burada x-a 0, y-ə mənfi 5. X 0. Üstə gəl 3 vur mənfi 5. Mənfi 15 eləyir. Bu da xeyr. X-a 4, y-ə mənfi 3. 4 üstə gəl 3 vur mənfi 3. 4'dən 9 çıxırıq mənfi 5. Bəli. Deməli, nə oldu? 4 mənfi 3. X-a 5, y-ə 0. 5. Üstə gəl 3 vur 0 bərabər mənfi 5. Mən üzürlüsən, yorğunluqdan deyirəm mənfi 5-i. Xeyr. Demək, cavab oldu bu və bu. Hələlik bu qədər, əziz şagird, əziz balalar. Üzr saxlayın, indi videomu mən dayandırmalıyam. Sonra inşallah yenə dərsə davam edərik. Demək belə. YouTube kanalında videoları da yenə digər videoları izləyə bilərsiniz. Sağ olun, Allah amanında.